Salam, hər vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Sən heç özünə sual vermisənmi? Sənin ən yaxının varmı? Yəni oturub iki kəlməni ard-arda qoyub söhbət edən insandan söhbət gedir. Yoxsa insandan çox insan var. Harayıva çatan adamdan söhbət gedir. İnsanlar heç zaman maddi, mənəvi güdən insanlardan söhbət gedir. Bir şey orada xırda, buna çatacaq bir şey güdmədikdə, onun heç vaxt harayına qaçmazdır. Sənin ailə xarici. Amma bəzən belə bir faktorlar olur. İnsanlar hər zaman neysə bir şeydən təbii ki, dolayısıyla o insana tərəf gedirlər, o insana sarı gedirlər. Zamanla bəlkə də daxildə olan ürəyini, xasiyyətini falan gördükdə biraz istiqamlılıq, mehribançılıq olur. Amma bəzi pis hal odur ki, çox yaxın bildiyin insanların sənə vurduğu zərbə və nəticə etibarilə də həyat fəaliyyətin artıq o dərəcədə pisləşməyə, o qədər daha qabarıq zərbə, mənfilər toplanmağa başlayır ki, nəticə etibarilə heç sizə güvənmirsən. Ən azından bir yol odur ki, insanı analiz etmə deyilən bir şey var. Gözlərinin təması, iki kəlməni ard-arda qoyanda bilirsən ki, bu artıq lord ilə bir ifadə var, biraz kobud səslənir ki, hansı yuvanın quşudur. Yəni, şərt o deyil. Burada cümlə olaraq əxlaqsızlığı təbliğ eləsin, pisə doğru. Yox, sadəcə bu insandan sənə müsbətə doğru xeyir gələr, gəlməz kimisindən. Çünki pislik etməyinə var ki. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsində məlumat verir.